Son illər kəndlərdə yaşayanlar durmadan şəhərə köç edirlər. Artıq əksər rayonlarda əhali sayı az olan kəndlər demək olar ki, boşalır. Bəs hansı qabaqlayıcı layihələr icra edilməlidir ki, kəndlər öz yurt yerlərini şəhərə dəyişməsinlər? Millət vəkilləri və ekspertdən təkliflər var, izləyək. Kənddən şəhərə gələn ailələr sözsüz ki, yaxşı gəlirli iş yerləri tapmaq və sosial şəraitini yaxşılaşdırmaq üçün yaşayış yerini kənddən şəhərə dəyişir. Son illər regionlardan paytaxta artan köç özü ilə şəhər infrastrukturunda bir sıra çətinlikləri də qaçılmaz edib. Gənclər rayonlarda, kəndlərdə yaşamaq istəmirlər və daha belə deyək də, yaxşı iş yerləri axtarırlar, daha yaxşı karyera arzulayırlar. Ona görə də şəhərlərə köç gedir. Millət vəkili Azər Badamovun sözlərinə görə kəndlərdən şəhər mərkəzində sürətli köçün qarşısının alınması üçün kompleks və təxirə salınmaz məqsəd yönlü tədbirlər görülməlidir. İnsanların fəaliyyətinin müəyyən qədər çətinləşməsi ilə də bağlı müəyyən qədər məsələlər var və bu məsələlər öz həllini taparsa və kənddə yaşayan insanlar öz torpağında istədiyi kimi fəaliyyət göstərib, əkin, biçin işləri ilə məşğul olmaq imkanı əldə edərsə, təbii ki, kəndlərə qayıdan insanlar da olacaq. Bu istiqamətdə atılacaq ən vacib addımlardan biri kəndlilərin həyat şəraitinin yaxşılaşdırılmasıdır. Kəndlərdə zavod, fabrik tikilməsi mümkünsüz olduğu üçün həmin kəndlilərə, fermerlərə torpaqda sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır. Millət vəkili belə təklif edir. Kəndli ya fermer onun mülkiyyətində olan torpağın mülkiyyətçisidirsə və həmin mülkiyyətinə görə vergi ödəyirsə, təbii ki, həmin torpağın üzərində də sərbəst qərar vermək səlahiyyətinə də malik olmalıdır. Millət vəkili deyir ki, kənd təsərrüfatının inkişafı məqsədi ilə dövlət proqramına uyğun olaraq bütün zəruri addımlar atılır. Bu istiqamətdə müxtəlif infrastruktur layihələri də icra edilir. Lakin görünən odur ki, hazırda kəndli öz pay torpağından səmərəli formada istifadə edə bilmir. Kənddə yaşayan insanın becərdiyi məhsul təkcə onun gəlir mənbəyi deyil, həm də ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində də xüsusi rol oynayır. Bu baxımdan kəndlərə insanların qayıtması və kənddə həyatın daha da rahatlaşması istiqamətində müəyyən addımlar atılmalıdır. İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görəsə, kənddən şəhərə miqrasiya etmək təkcə Azərbaycanın deyil, hazırda bütün dünyanı narahat edən problemlərdəndir. Səbəb kəndlilərin şəhər infrastrukturunda və şəhər xidmətlərindən birbaşa yararlanmaq istəyidir. Kəndlərdə iş yerinin olmaması, iqtisadi vəziyyətin yaxşı olmaması, eyni zamanda gənclərin özünün realizasiyasında problemlər onların köç etməsinin əsas səbəbidir. Ekspertlər kənddən şəhərə köçün qarşısının alınmasında atılacaq ən vacib addımlardan birini regionlarda qeyri-neft sektorunun əhalinin və işçi qüvvəsinin tələblərinə uyğun inkişaf etdirilməsində görürlər. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.